Salam əziz izləyicilər, bu videoda mən son dövrlərdə Azərbaycanda da populyar olan bir yemək Kayseri yağlaması hazırlayıram. O qədər dadlıdır ki, yəni ona görə bu qədər yayıldı Azərbaycanda da. Hazırlayın, peşman olmazsınız. Burada lavaşları hazırlayıram. 4 stəkan yarım ardısı 5 stəkan un, gördünüz əlavə elədim 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 paket instant maya, 1 miqdar zeytun yağı, 1 stəkan süd, 1 stəkan da su əlavə, suyu hissə-hissə əlavə edib xəmiri yoğururuq, sonra gözləyirik qalxsın. Təzədən o xəmiri görəcəksiniz, kündərləri ayırdım burada. Lavaşı salacağımız qabı qızdırırıq. Sonra da başlayırıq videoda görəcəyiniz ölçüdə, yəni orta boylu, çox da iri olmayan lavaşlarımızı salmağa. Daha sonra keçəcəyik yağlamanın içərisini hazırlamağa. Bunun üçün təqribi yəni bu qədər lavaş alınır. 1 porsiyandır bu. Bunun üçün götürdük 500 qram mal əti, dana əti, hardasa 100-150 qram kərə yağı, 100-150 qram zeytun yağı əlavə edib öncə əti qovururuq. Yəni o həssas məqamlardan biri budur. Çox adam öncə soğanı qovurub, sonra əti əlavə edir. Elə yox. Məhz öncə əti qovurub içərisinə sonradan gördüyünüz kimi mən soğanı əlavə etdim. Burada rəng versin deyə biraz tomat vururuq. Tomatın az vurmağın, yəni dediyim kimi səbəbi rəngdir. Götürürük 2 ədəd yaşıl, 2 ədəd qırmızı biber, 4-5 disə sarımsaq. Biberlər fərqi yoxdur. Qəhvə biber ola bilər, bolqar biber ola bilər, adi biber ola bilər. Gördünüz, indi bunu mən əlavə edim soğan və ətin yanına qovururam birgə. Götürürük 4-5 ədəd qəşəng pomidor. Onları soyub blenderdən çəkirik. Blenderdən çəkmək vacibdir, çünki bizə burada tomatın, pomidorun pastası lazımdır. Əlavə edirəm. Ədviyyatlar isə duz, istiot, kimyon, sarı kök, bir də toz biber və yaxud pul biber olacaq. Burada su əlavə edirəm. Suyu 1 stəkandan 2 stəkana qədər əlavə edə bilərsiniz, amma diqqət edin. Nə çox duru eləmək olmaz, çünki sonra axıb töküləcək, nə də çox qatı qalması lazım deyil ki, o lavaşların hər birini qat-qat yağlayacaq. Çünki yəni adı üstündə yağlama. Baxın, bu dərəcədə, bu kıvamda olmalıdır türklər demiş. Bişiririk örtülü qapaq altında. Bu dərəcəyə çatanda artıq lavaşlarımızı da görürsünüz. Videoda gördüyünüz qaydada şərti budur. 4 qat deyib öncə batıracaq bir-bir yağlamanın içərisinə kənarlarını isladacaq. Daha sonra iri bir boş qaba, siniyə qoyub üzərindən hazırladığımız harcdan, yəni hazırladığımız yağlamanın ətindən əlavə edib tort kimi hər lavaş qatını, hər lavaş layını bir-bir yağlayacaq. Bir də kənarda gördünüz, sarımsaqlı qatıq hazırladım. Mütləq onu da hazırlayın. Yəni duz, sarımsaq, qatıq adi hazırlayın, çünki sarımsaqlı qatıqla möhtəşəmdir. Daha sonra adət ənənəsi budur. 4-ə belə kəsirsiniz. Üzərindən də hazırladığınız sarımsaq qatığı əlavə edib biraz da bəzək üçün və yaxud elə adamlar var ki, sevir hər qatın arasına cəfəri vurur. Mən sadəcə bəzək kimi istifadə elədim. Yemək qaydası da bax budur, ritualı budur. Çəngələ belə doluyub sarımsaqlı